Salamlayıram hər birinizi dəyərli qrup üzvlərimiz. Bilirsiniz ki, biz bu həftədən başlamışıq qruplarımızda, ödənişsiz qruplarımızda həftəlik sınaq verməyə. Bu sınaqlardan yararlanmaq istəsəniz 050 010 514 22 14 nömrəsi ilə əlaqə saxlayıb qruplarımıza əlavə oluna bilərsiniz. Bu öz yerində bir də bu sınağı ilk dəfə də hazırlayıram. Bu həftədən başlayaraq ilk dəfə olaraq sınaq hazırlayıram sizlər üçün, ödənişsiz qruplarımız üçün daha doğrusu. Baxacağım, görək aktivliyimiz nə qədər yaxşı olacaq. Əgər aktivliyimiz davam etsə, testlərimizi işləsəniz, cavablarınızı qruplara atsanız, sual cavab etsəniz, bilmədiyinizi soruşsanız və s. Bu sınaqlarımız davamlı olaraq hər həftə göndəriləcək qruplarımıza. Bundan əlavə bu linki istənilən hər kəsə göndərə bilərsiniz. WhatsApp-da statuslarınızda paylaşa bilərsiniz. Bu ödənişli olmadığı üçün istənilən hər kəsə bölüşüb onların da yararlanmağına kömək edə bilərsiniz. Bu qədər. Keçək indi suallarımıza. Birinci sualımız belə idi ki, əlifbadakı hərflər ardıcıllıqla birdən başlayaraq 16-lıq say sistemindəki rəqəmlə şifrələnib. Bunu mən sizə 8-lik say sistemində olan versiyasını göstərmişdim. Bu 16-lıq say sistemində olan versiyasıdır. Bunu da yazaq. Deyir ki, 16-lıq say sistemində 1, 2, 3 siz qarışdırmayasınız deyə. Elə axıra qədər də 10-luq say sistemində nömrələyin və axırda 16-lıq say sisteminə çevirərsiniz. 12, 13, 14, 15, 16 info lazımdır. Mənə ən axırıncı hərfim 10. Deyir ki, info ifadəsinin şifrini müəyyən edin. Info. Yenə də görək. 9. 9 var da 16-lıq say sistemində, düzdür? Var. N nədir bəs? N 14-dür. 14 16-lıq say sistemində var, yoxdur. Ona görə 14-ü mən Y ilə işarə edirəm. F nədir? 6. 6 16-lıq say sistemində var. O nədir? 15. 15-im də 16-lıq say sistemində nə ilə işarə olunur? F ilə işarə olunur. Deməli, cavabım olur 9, Y, 6, F. Keçək növbəti sualımıza. İkinci sualımız, yəni burada da işarələyək. 2, 3, 5 6-lıq ədədindən sonra gələn ədəd hansıdır? Demişdim ki, bunu necə eləyirik? Üzərinə 1 gəlməklə. Özündən əvvəlkini soruşsa 1 çıxırıq, ondan sonrakını soruşanda üzərinə 1 gəlirik. Harada? Verildiyi say sistemində. 2, 3, 5 6-lıq say sistemində üzərinə 1 gəlirəm, bu da 6-lıq say sistemində. 1 gəlsəm 5-in üzərinə 1, 6. 6 6-lıq say sistemində olmadığına görə həmin bu 5-in üzərində 1 gəlib aldığım 6-dan say sisteminin əsasını çıxıram, alınır 0. 0-ı yazıram bura. 1 də yadımda qaldı. 3-ün üzərinə də bu qalıq 1-i gəlsəm, eləyəcək 4. 2 də olduğu kimi aşağı düşər, alınır 2, 4, 0, 6-lıq say sistemində. Növbəti 3AF ədədini 16-lıq ədədini ikili say sistemində göstərilir. 3AF. Necə eləyirdik? 1-1 verilmiş rəqəmləri götürüb çevirirdik. A nədir? 10-dur. F nədir? 15. 3 ilə olduğu kimi. Bilirik ki, hər bir 16-lıq rəqəm özündə 4 ədəd ikili rəqəmi ehtiva edir. 3-ü də necə yazaram? 1, 2, 4, 8-in cəmindən götürsəm, 1 ilə 2-yə 1, qalanlarına 0 yazaram. 3-ün kodu oldu 0, 0, 1, 1. Oldu 3. A-nın kodunu buraya yazarıq, F-i də buraya yazarıq. Şimdi A-nı necə yazarım? A nədir? 10-dur. 1, 2, 4, 8-dən hansıların cəmindən alaram? 8-dən 2-nin cəmindən 10 alırım. Buna görə də olur 1, 0, 1, 0.
F nədir? Bilirik ki, hamısı 1 olacaq. Çünki 1, 2, 4, 8-in hamısını toplayanda mənə 15 verir. Doldu 4 dənə 1. Burada var 0, 0, 1, 1, 1, 0, 1, 0, 1, 1, 1, 1. Bu qədər. Keçək növbəti sualımıza. Deyir ki, hesablamanın doğru olduğu ən kiçik say sistemində olan ən böyük deyir hesablamanın doğru olduğu ən kiçik say sistemində. Ən kiçik niyə deyir? Bunu sizə mən izah edeyim. Niyə ən kiçik say sistemi deyir? 41x-lik say sistemində plus 36x-lik say sistemində bərabərdir 77x-lik say sistemində. Biz bunu necə öyrənmişdik? Deyirdik ki, ay müəllim, üzərinə 0,1 yazaram. Düzdür, siz də belə bilirsiniz, hə? Yaxşı, gəlin yazaq. Çevirərəm deyirsiniz onluq say sisteminə, taparam. Çünki müəllimə siz bizə belə öyrətmişdiniz. Düzdür, elə öyrətmişim. Alınır nə? 7x plus 7 bərabərdir 7x plus 7. Ay müəllim, indi mən bunlar hamısı getdi. Necə tapacam? Nə oldu cavabım? Deməli, biz bu yolla getmirik. Niyə getmirik? Baxırıq verilmiş misalımıza. Əgər bu adi bizim hesabladığımız, bildiyimiz onluq say sistemində də ödəyirsə, məsələn, 41-in üstünə 36 gəlsə, normalda da 77 eləyir də, bu x-lər olmasa da, onsuz da cavabım belə olur. Deməli, mən belə bir misal gördükdə necə eləməliyəm? Götürməliyəm. Burada gördüyüm rəqəmlərdən bax, 4 görürəm, 1 görürəm, 3 görürəm, 6 görürəm, 7 görürəm. Razıyıq. Bu rəqəmlərdən ən böyüyünü götürürəm. Bax, bu 7-ni götürdüm. 7 hansı say sisteminin ən böyük rəqəmidir? 8-lik say sisteminin, düzdürmü? Deməli, bu misal 8 və üzəri olan, baxın, variantlarda da belə sual soruşacaq. Deyəcək ki, harda, bax, variantda olacaq 8 adicə. 8 plus və yaxud da seçim olacaq 8 və 10, nə bilim belə bir neçə variant olacaq. Amma siz burada 8-i götürsəniz təkcə, bu səhv cavab olacaq. Siz 8 plusu götürməlisiniz ki, yəni ən kiçik 8-lik say sistemində ödənir bu bərabərlik. Ən böyük də onu biz deyə bilmirik. Onu söyleyemiyoruz maalesef. Deməli, 8-lik say sistemində ödədik, düzdürmü? İndi deyir ki, bəs bu 8-lik say sisteminin ən böyük 2 rəqəmli ədədini ikilik say sistemində ifadə edin. Demişdik ki, 8-lik say sisteminin ən böyük rəqəmi nə oldu? 7. 2 rəqəmli dediyinə görə 2 dənə 7 qoyuram. Harada? 8-lik say sistemində. Bunu da deyir çevir x2-liyə. 7-ni və 8-i, 7-ni hər birini ayrı-ayrılıqda çevirməliyim. 7 necədir? 1, 2, 4-ün hamısının cəmindən alıram. 1, 1, 1. Digər getdiyə də 1, 1, 1 yazacağım. Deməli, cavabım oldu nə? X-in bərabər oldu. 1, 1, 1, 1, 1, 1. 1, 1, 1-i niyə yazdım? Əgər anlaşıqlı deyilsə, təkrar izah edin. Bərabərdir 7-nin özünə. Niyə 3 dənə yazdım? Çünki hər bir 8-lik rəqəmin 3 ədəd ikilik rəqəmi özündə etibar edir. Keçək növbəti. Növbəti sualımız belədir ki, deyir Azərbaycan əlifbasının yalnız kiçik hərflərindən istifadə etməklə ən çox neçə 6 simvolu kod düzəltmək olar? Demək, 6 dənə simvolum var. Onlar üçün yer düzəldirəm burada. Deyir ki, yalnız kiçik hərflərindən neçə dənə hərfimiz var bizim əlifbada? 32 dənə. 32 vur, 32 vur, 32. Böyük və kiçik hərflərindən desəydi, bir dənə də 32 gələrdim, 74 vurardım. Amma sadəcə kiçik hərflərindən deyir. 32, 32. Neçədən oldu? Əsas, bunların üstü 1-dir də, düzdür. Əsaslarım eyni olanda üstlərini neynirəm? Toplayıram. Neçə dənə 1 var? 1, 2, 3, 4, 5, bu da 6. Oy. Demək nə oldu? 32 üstü 6. Cevabım
Oldu belə. Gedək növbəti. Bunu həll edə bilmisiniz görəsən. Çox maraqlıdır. Görəsən bunu həll edə bilmisinizmi? Deyir ki, bu suallar nə oxşuyur? Müəllimin izah etdiyi və imtahanda düşən. Mən sizə daha asan formalarını izah etmişdim, amma sınağa biraz daha üst səviyyə çətinlərini qoymuşam. Bu da sizin daha yaxşı öyrənə bilməyiniz üçündür. Müəyyən bir əlifba simvollarından istifadə etməklə ən çox 1024 sayda fərqli söz əldə etmək olar. Bu sözlərin hər birinin 5 simvoldan ibarət olduğunu bilərək əlifbanın gücünü tapın. Bizə nə deyirdi? Deyirdi ki, 32 simvolum var. Düzdür, əlifbada, Azərbaycan əlifbasında. Və 6 hərfli söz düzəlib. 6 hərfli söz. Düzdür. Tapdım ki, 36 üstü 6 sayda söz var burada. Düzdürmü? 32 simvol. Bunu neynədim? 32-ni 6 dəfə vurdum öz-özünə. Düzdür, 32, 32. Qoy hamısını yazacağım, tək siz tam başa düşəsiniz. 32. Vurdum, düzdürmü? Necə aldım bunu? Cavabımı aldım 36 üstü 6. Düzdür. İndi mənə deyir ki, bax, burada neçə simvol idi? 6 simvol idi də, razıyıq. Burada deyir ki, 5 simvoldan ibarətdir sözlərim. Axırda deyir, ən çox 1024 sayda söz əldə etmişəm. Bax, 1024 sayda söz əldə etmişəm. 5 dənə də simvoldan ibarətdir. Baxın, 1, 2, 3, 4, 5 simvollu sözlərdir. Amma əlifbanı bilmirəm. Əlifbanı burada vermişdi mənə 32 simvolu, düzdür? Amma burada vermir. Deyir, müəyyən bir əlifba. Yəni, mən əlifbanın yerinə X yazaram. Sonra bunları bir-birinə vuraram. Əsasım eynidir hamısında. Nə eləyir bu? X üstü 5. X üstü 5-in bərabərdir 1024-ə. X üstü 5-in bərabərdir 2 üstü 10-a. İndi mən bu 2 üstü 10-u neçəninsə üstü 5 formasına salmalıyam ki, X-in cavabını düzgün alım. X üstü 5 bərabərdir. İndi mən bu 2 üstü 10-u elə yazıram ki, 2 üstü 2, bax bu 10-u parçalayıram, bax belə yazıram. 2 vurulsun 5 şəklində yazıram, düzdür? 2 üstü 2-nin üstü 5 şəklində yazdım. Deməli, baxın, bu 5, baxın, bu 5, bu da 5, düzdür. Bunu mən ümumi şəkildə x götürə bilərəm. Götürərəm. Deməli, cavabım nə olur? X bərabərdir 4. Əlifbanın gücünü tapın. Əlifbanın da gücü nə idi? Bu əlifbada olan simvolların sayı idi. Simvol sayı. Cavabım da oldu 4. Keçək növbəti sualımıza. Elə də çətin deyil əslində. Biraz daha diqqət tələb edən sual idi. Bir qrafiki təsvir. Bu qədər rəng çalarına malikdir. İndi deyir ki, bu qrafiki təsvir bu qədər, yəni 256 sayda rəng çalarına malikdir. Rəng. Deməli, burada bir pikselin tutduğu həcm nədir? 8 bit. 256, 2 üstü 8. 8 bitdir. Deyir ki, rəng çalarlarının sayı 16 dəfə azaldı. 256-nı 16-ya bölsəm, nə eləyir? 16. Deməli, indi oldu 16 rəng. İndi nə qədər bir pikselim yer tutur? 4 bit. Çünki 16, 2 üstü 4'dür. 4 bit. Deyir ki, həcm dəyişməyib. Deməli, mən piksellərə deyim ki, A vur B, düzdür. İlk həcmdən söhbət gedir. Və vurulsun 8 bitə. Bərabərdir, həcmim eyni qaldı. İndi deyirəm piksellərim X, Y-dir. Və vurublar 4 bitə. Həcm yenə dəyişməyib. Deməli, AB
İndi mən bunları çarpaz vursam. Nə eləyir? 4AB bərabərdir 8XY. 4-ə getsə, qalar AB bərabərdir 2XY. Düzdür. Deməli, mənim bu AB-im neçə dəfə artdı? 2 dəfə artdı ki, baxın, görsək, burada da 2-yə vursaq bunu, 2-ni 4-ə vuranda yenə 8 bit alınacaq, həcmim dəyişməyəcək. Deməli, mənim bu piksellərim 2 dəfə artdı. Gələk daha bir beyin yandıran suala. Deyir ki, 256 simvollu əlifbada kodlaşdırılmış. Əlifbam 256. Bir simvolun tutduğu yer 8 bitdir. Sonra deyir ki, Unicode. Unicode bu nədir? 216 sayda simvolu var da 65536. Deməli, burada da bir simvolun tutduğu həcm 16 bitdir. Birdən-birə neçə dəfə artdı? Birdən-birə mənim həcmim neçə dəfə artdı? 2 dəfə artdı. Nəyə görə? Çünki bir pikselimin tutduğu həcm 2 dəfə artdı. Bir simvolunu tutduğu yer. Deməli, həcmim 2 dəfə artdı. Buna əsasən. Daha sonra nə deyir? Daha sonra deyir ki, onun çevrildi və həcmi 2 dəfə artdı. Daha sonra onun yarısı silindi, yəni yarıya bölündü. Deyir, indi 60% arxivləndi. 60% arxivlənibsə, mənim bu x-im özü 100%-dir də. Düzdür. 100%-dən 60% çıxsam, mənim nə qədərim qalır? 40%. Düzdür. İndi mən bunun 40%-ni tapam. Vuraram 40-a, bölərəm 100-ə. Bu da bərabər olub, ən sonda 40 bayta. Həcm olub 40 bayt. Əvvəlki həcmini soruşur. Yəni, bu h-ı soruşur. H-ı tapmaq üçün nə edərəm? H vurulsun, 2 vurulsun, 40 bərabərdir. 2 vurulsun, 100 vurulsun, 40 bayt. 2 gedir, 40 gedir. H-ın bərabər olur 100-ə. Deməli, mənim əvvəl həcmim 100 bayt imiş. Növbəti sualımız ölçü vahidlərinə aid olan bir sualdır. Deyir ki, 2 GB 2 GB-mı? Axırda megabayt istəyir məndən, düzdür. Həm də ki, burada onsuz da mən bunu megabayta çevirməliyim. 2 GB-mı? Megabayta çevirmək üçün 2 üstü ona vuraram mı? Vuraram. Bunun üzərinə gələrəm 120 megabaytı. Üzərinə gələrəm 4096 kilobayt. Düzdür. 4096 kilobaytı mən megabayta çevirmək üçün 2 üstü ona bölərəmmi? Bölərəm. Nə eləyər? 4 megabayt. Bura qədər aydındır. Bunun üzərinə gələrəm 420 megabaytı. 20 megabaytı. Sonra çıxaram 2 üstü 30 biti. Bitdən megabayta gəlmək üçün mən bunu 2 üstü 23-ə bölərəmmi? Nə alınır? 128 megabayt alınır. Heç nə, bunu da adi şəkildə bunu eləyəcək. 2 üstü 11, 4000, yox, 11 2048-dir. Necə dəqiqə? 2048-in üzərinə gəlirəm 120 megabaytı, üzərinə gəlirəm 4 megabaytı, onun üzərinə gəlirəm 420 megabaytı. Onun da çıxıram 128-i, cavabım alınır 22.464 megabayt.
Bu şəkildə. Gedək ilk sınavımızın sonuncu sualının da izahını verək və başlayaq. Deyir ki, bu sinif auditoriyada bu qədər 1 0 0 1 1 1 ikili say sistemində oğlan 1 1 0 0 0 1 sayda da qız var. Yerində bunu onluq say sisteminə çevirir və qızlar oğlanlardan nə qədər çoxdur onu tap. Bunu say sisteminə çevirmək üçün üzərinə 0 1 yazaram, həll eləyərəm, qrup açaram. Bir yolumuz bu idi. Bir yolumuz nə idi? Elə avtomatik olaraq ikinin qüvvətlərin hazır şəkildə 1 2 4 8 16 32 olmaqla yazaram. Hansının altında 0 varsa üzərindən xətt çəkib qalanlarını toplayaram. 32-nin üzərinə 4 gələndə 36, 36-nın üzərinə 2 gələndə 38, 38-in üstünə 1 gələndə 39 sayda oğlan var. 39 nəfər daha doğrusu. 39 sayda yox. Növbəti 1, 2, 4, 8, 16, 32 yazaram. Hansının altında 0 var, üzərinə xətt çəkib digərlərini toplayaram. 32-nin üstünə 16 gələndə 48, 48-in üzərinə 1 gələndə 49 qız var. Qızlar oğlanlardan nə qədər çoxdur? 49-dan da 39-u çıxaram, qalar 10 nəfər qız çoxdur. Gedək bugünlük sınavımızın izahını yekunlaşdırıram. Videonun əvvəlində dediyim kimi sizdən maksimum aktivlik gözləyirəm. Bu videonu paylaşa bildiyiniz qədər şəxslə paylaşın və bu videoya baxanda artıq sınavımızı işləmiş olun mütləq şəkildə və cavablarınızı da qrupda gözləyirəm. Hələlik.